Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bu gün sizlərə 2 mart buraxılış imtahanında istifadə olunmuş 19 nömrəli sualın izahını təqdim eləyəcəm. Sual modal fe'lər mövzusu ilə əlaqəlidir. Gəlin ilk öncə özündə səhvi olan rəqəmi çıxaq, daha sonra yerdə qalanları müzakirə eləyərik. Yəni don't have to, ought to qaydasındadır, shouldn't, must, hər biri qaydasındadır. Sadəcə 3-də problem var qrammatik olaraq. Have özündən sonra to istəyir modal fe'l olaraq. Burada da ki, heç get'in önündə də cümlənin daxilində olmadığına görə to, biz artıq 3-ü çıxırıq variantlardan. Onda A variantı, D variantı və C variantı gedir. Qalır B və Y variantlarının arasında. Gəlin o zaman tərcümə eləyək. They have no lessons today. Onların bugün dərsi yoxdur deyir. O zaman uşaqlar erkəndən oyansınmı, yoxsa oyanmasınmı? Əgər dərsləri yoxdursa bugün, əlbəttə ki, oyanmaqlarına ehtiyac yoxdur, düzdürmü? Ona görə düzgün cavab olacaq burada 1 və 4. İndi Y bəndində 4, 5-dirsə, burada yəqin ki, 1, 4 imiş B variantında. Məndə sadəcə PDF-də silinib. Düzgün cavab olacaq B variantı. Sağ olun, salamat qalın.